Assalamualaikum əziz izləyicilər. İlahi sırlarla dolu bir gecədən Qədr gecəsindən danışmaq istəyirəm. Bir bayatının aşağıdakı misal hamımıza tanışdır. Ay var bir günə dəyməz, gün var 1000 aya dəyər. Söhbət Qədr gecəsindən gedir. Qədr gecəsindən sonraki gün də faydalıdır. Orada gün təsadüfən deyilmir. Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Qədr surəsindəndir. İlahi buyurur ki, Qədr surəsində buyurur ki, Quranın nazil etdiyi biz Qədr gecəsində. Quranın iki cür nazil olması var. Biri Quran həqiqətin bütöv şəkildə bir dəfiyə nazil olması, biri də Həzrət Peyğəmbərimiz Salavatullahi 23 illə tədricən nazil olması. Quran Qədr gecəsində bir dəfiyə nazil olmadan söhbət gedir. İlahi aləmdən, Peyğəmbərin qəlbinə nazil olur bir dəfiyə Quran-ı Kərim. Bu, deməli, ilahi hidayət enir, bəşəriyyətə bir rəhmət enir. Deyirsən, nə biləsən Qədr gecəsi? Nədir? Qədr gecəsi, yəni burada ilahi bizə buyurur ki, təfəkkür eləyin, dərindən təfəkkür eləyin hikməti. İlahi hikmət sonsuzdur, təfəkkürə sığmaz. Bu gecə 1000 aydan daha xeyirlidir. Çünki ilahi bizə başa salır ki, zaman dedikləriniz fərqli dövrlərdən ibarətdir. Amma zamanın da müqəddəs anları var. Bəzi anlar var ki, ilahi nurla doludur. Xüsusi keyfiyyətə malikdir. Məhz ilahi nurun zamanda təcəllisi, yəni təzahürü məhz bu gecədə baş verir. İnsan bu gecədə 1000 aydan daha çox ibadət savabı qazana bilər. 1000 ay 83 il 4 aylıq müddətə bərabərdir. Yəni, insan bir gecədə, Qədr gecəsində bir ömür yol gedə bilər. Ruhən, qəlbən Allaha yaxınlaşa bilər. İlahi, yəni bir gecə fürsət verib ki, sən bu gecədə tövbə edib, tövbə suyu ilə qəlbini yuyub, ilahi mərhəmətə nail ola bilərsən. Allah sənin üçün bir rəhmət qapısı açıb. Yəni, bu gecə ilahi məhəbbətin, rəhmətin gecəsidir, qurtuluş gecəsidir. Yəni, özünə dön. Tövbə suyu ilə qəlbini yuyub, həqiqətə dön, öz nuraniyyətinə dön, öz fitrətinə dön, yəni həqiqətinə, əslinə. Burada indi kim rəhmət qapısının üzrə bağlayar? Yəni, bu gecə qəlblər qəflətdən oyanmalı deyilmi? İnsan üçün ən böyük bəla elə qəflətdir. Yəni, özündən xəbərsizlik, həyatda hədəfi, məqsədi itirmək, maddiyyətin qoynunda ilişib qalmaq, çabalamaq. Bir də baxır ki, Nizami demişkən, bir kəs ki, özündən deyil xəbərdar, bir qapıdan girər, birindən çıxar. Özündən xəbəri yoxdur, qəflətdədir, nə üçün gəlib bu dünyaya, nə eləməlidir? İlahi bunu bu dünyaya nə üçün göndərdi? Hara gedəcək? Başlanğıcı nədir? İndi nədir? Sonu nədir? Nəsimi də buyurur ki, ey özündən bir xəbər qafil, oyan, özündən xəbərin yoxdur. Səndən əsirləri var, nə gövhər gizlənib. İki aləm ayağın tozuna dəyməz. Bu sədəfdə kim bilir, kim, nə qiyməti gövhərdir bu? Yəni, insan, sən özündən xəbərin yoxdur, sən təkcə bədən istəklərini yaşama. Sənin içində bu sədəfdə, yəni qabıqda, bu bədəndə bir ruh gizlənir. Ruh bu bədənlə əlaqədədir. Sənin həqiqətin ilahi gövhərdir, qiyməti gövhərdir. Sən əbədi varlıqsan, ilahi səni kainatın tazi şərəfi yaradır. Mələklərdən də ucasan zatən. Həqiqə insan həyat tərzinə heyvandan da betər ola bilər. Quran-ı Kərimdə buna işarələr də var. Bədənin sədəfdir, qabıqdır, özündə isə gövhər var, əbədi gövhər, ilahi gövhərdir. Yəni, öz həqiqətinə dön. Bu gecə ilə bil ki, insan gərək öz üzünə açılan qurtuluş qapısını bağlamaya və vaxtı, fürsəti fövtə verməyə, fürsət əldən gedir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, bu gecə yerdəki hadisələr barəsində ilahi təqdir nazil olur. Elə Qədr surəsinin bir mənası dəyərdirsə də, qədr, dəyər, qiymət. Bir mənası da
təqdirdir. Yəni ilahi insanlar haqqında, yerdə başlayan hadisələr haqqında təqdir müəyyən edir. Bu Qədr gecəsindən, gələn Qədr gecəsinə qədər ilahinin müəyyən etdiyi təqdir. Yerdə hansı hadisələr baş verəcək, dövrün rəhbərinə təqdim olunur. Peyğəmbər deyir ki, mənə təqdim olunur indi. Məndən sonra da hər dövrün imamına təqdim olunacaq, imama nazil olacaq, mələklər vasitəsilə gəlir yerə həqiqət. Rasulullah özü buyurur ki, mən və Əli əleyhissalam Qədr gecəsində məxsuslaşdırıldıq. Yəni bizə məxsusdur. Bu gecənin nurani batin daşıları bizik. Bu gecənin həqiqəti ilə bizik. Peyğəmbərə Quran-ı Kərim nazil olur. İmam isə bu Quranı qoruyub qoruyandır, təhrifdən, xurafatdan. Və imam qorucu həm də hidayət edicidir. İnsanları Allaha doğru hidayət edir. İnsanların qəlbini haqqa yönəldir. Yəni Allaha doğru gedən yolda imam bir qapıdır, vasitədir. Allahın ipidir. Quranda deyir, Allahın ipi. Deməli, Qədr gecəsi həm də nədir? İmamətin həqiqətini göstərən ayədir, dəlildir, sübutdur. Resulullah buyurur ki, məndən sonra da Qədr gecəsi olacaq. Deyirlər, əlbəttə olacaq, ya Resulullah. Deyir, indi mələklər mənim yanıma inir, sonra kimi yanına inəcəklər? Və işarə elədi İmam Əleyhisselamı onun yanına və ondan sonra əlbəttə imamların hər zaman öz rəhbəri var. Necə ki, Quran-ı Kərim Rəd surəsinin 7-ci ayəsində buyurduğu kimi, ya Peyğəmbər, sən yalnız qorxudansan, hər qövmün öz millətin nəyi vardır? Hidayət edicisi vardır. Hidayət edicilərsə imamlarımız ki, hər dövrün imamı, indiki dövrün isə İmam Zaman ağası var. İmam Zaman ağa əleyhissalam dövrün rəhbəridir, zamanın sahibi deyirlər. İndiki dövrdə də məhz ilahi rəhbərliklə imamətlə həqiqətə yetişə bilərsən. İmam Əli əleyhissalam buyurur ki, mənim nuraniyyət məqamı tanıyan Allahı tanıyar. Yəni, ilahi hidayət, Allaha doğru gedən yol mənim vasitəmlədir. Bizim Əhl-i Beyti tanımayanın həqiqət yol tapması mümkün deyildir. İmam Sadiq əleyhissalamdan da belə bir hədis var. Əgər Fatimə-i Zəhranı tərk etsən, Qədr gecəsini tərk edərsən. Burada da böyük məna var. Yəni, Qədr gecəsi əgər ilahi nurun təcəllisi də yerə təzahürü edirsə ilahi nur. Yerə inirsə, ilahi nurun elə canlı təcəssümü də Fatimə-i Zəhra xanımdır. Görürsünüz, Əhl-i Beytlə bağlıdır. İndi bu, Quran-ı Kərimdə bir ayədə var. Bu, həmən surədə, Qədr surəsində. O gecə sübhədək, dan sökülənə də salamatçılıqdır. Bunun batin mənası nədir? Yəni, qəlbin sülhü, aydınlığı da, aydınlığa çıxması da bu gecənin rüayətindən səmərə götürənlərə aiddir. İndi bizim qəlbimiz Allahın ərşidir, Kəbədən üstündür. Allahın ərşi nə mənasıdır? Yəni, Allahın nuru qəlbə təcəlli edir, qəlbdə təzahür edir, qəlb yerə çirkdən təmizlənə, kirdən, hissdən, pasdan təmizlənə. Qəlb saflaşanda o qəlbə Allahın nuru təcəlli edir. Elə bu gecə məhz Allahın qəlbə təcəlli etdiyi gecədir ki, qəlbə əgər tövbə sürü yuya bilsək, saflaşdıra bilsək, tövbə edə bilsək, o qəlbə nur daxil olacaq. İnşallah Allah qəlbimizi o nurdan məhrum eləməsin və bizi özündən, Əhl-i Beytdən ayrı salmasın. Qədr gecəmiz mübarək olsun.